Hələ bu F30-u bizim yanımıza rayonuna göndəriblər, evakuatorla göndəriblər. Avtomobildə problem nə idi? Deməli, maşın xodlanmır. Nə qədər eləsən, maşın xodlanmır. Dinamoda problem var idi. Dinamo 16-17-yə qədər zaretka verirdi. Akkumulyatorda problem var idi. Bu problemi aradan qaldırdıq. Daha sonra isə avtomobildə gördüyünüz kimi, baxın, qaş əsir. Bütün LED fara gördüyünüz kimi angeldən tutmuş, bilijinlərə kimi və qaşlara kimi hamısı xəta verir avtomobildə. Niyə xəta verir? Çünki avtomobilin farasını orijinal fara qoyublar və düzgün kalibrofka olunmuyor avtomobil. Ümumiyyətcə bütün hər bir şey aşıbqa verir, xəta verir, arxa stoplara kimi heç birisi işləmir. İndi çox adam Instagramda, YouTube'da, TikTok'da bizi sosial şəbəkələrdə izləyir və bir neçə kommentariya görürəm. Hamı orada yazır ki, qardaş, deyəsən ancaq elə farsonka, zaslonka eləyirsiniz. Bir də ki, periodikasına baxırsınız. Xeyr, bizdə ümumiyyətcə BMW-yə aid hər bir xidmət var. Bu avtomobildə də gördüyünüz kimi, bu avtomobildə də biz bütün elektronik sistemini təmir edəcəyik və bundan əlavə olaraq bu avtomobildə deməli problem nə idi? Avtomobildə 21 ədəd blok olur və beyin 10 ədəd bloku görmürdü, 11 dənə bloku görürdü, 10 dənə bloku görmürdü. Yanımıza yaxınlaşanda per 3-cü xodda aviarium rejimdə deyilir, qəza rejimində işləyirdi, pec işləmirdi, monitor işləmirdi, işıqlar heç birisi yanmırdı. Bloku dəyişdik, yenisi ilə əvəz elədik, orijinal ilə əvəz elədik və bu problemlərdən qaldırdıq. Yerdə qalan elektronik problemləri də həll edəcəyik, eynilə də bu fara kimi. Və bundan əlavə olaraq elə avtomobil sahibi də özü dedi, qardaş, elə bax, gör, başqa nə problem var, onlar da düzəlt. Bir də yaxınlaş bir zəhmət olmasa. Gördüyünüz kimi kitabçadan yağ verir. Kitabça korpusuna yağ verir. Üst qışqa prokladkasından yağ verir. Daha sonra isə bu tərəfdəki sürücü tərəf yox, digər sərnişin tərəfdəki paduşka oturub, kuzeye iz salıb, onu da dəyişəcəyik. Sveçanı açdıq, yoxladıq, avtomobil sahibini də göstərdik. Daha doğrusu video zəkindən göstərdik. Orada da problemlər var, onların hamısı aradan qaldırıb müştəriyə təhvil verəcəyik. İzləmədə qalın.